Hər vaxtınız xeyirli olsun. Masazırda Yeni Bakı yaşayış kompleksinə yaxın belə bir 4 otaqlı kürsülü həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. İpoteka ilə də bu ev asanlıqla əldə etmək olar. Evin üst görünüşü belə bir həyəti qalıb. Evin həyətinə də sırçıraqlar vurulubdur. Daş döşənib, ağac gülləşmək üçün də yer saxlanılıb. Evin hər iki tərəfində də göründüyü kimi zirzəmisi var. Burada da belə bir əl damı saxlanılıbdır yeri. Bax, buradan da su xətti də çəkilibdir, kanalizasiya xətti də çəkilibdir. Gələcəkdə alıcı istəsə buradan sanuzel kimi də istifadə edə bilər. Və bu evin yan tərəfinə də bax belə keçməyə yeri var. Evin arxa tərəfinə də boşdur. Yəni yeri var. Bax buradan belə qapı qoyub saxlayıbdır. Zirzəmisi də hündürdür. Bax belə bir hündür 2 metrə və evin o bir yan tərəfli alt hissələrinə də keçməyə yeri var. Çox gözəl, bax belə bir səliqəli iş görülübdür. Divarlarına da mala vurulubdur. İndi isə bu yan tərəfdə də zirzəmisi var, eyni hündürlükdədir. İndi isə evin içərisinə daxil olaq. Belə bir geniş dəhlizi, çox gözəl zövqlə təmir olunubdur. Döşəməsi istilik sistemidir. Kondisioner üçün işıq xətti çəkilir. Sol tərəfdə belə bir zal otağı, geniş bir zal otağıdır. Pəncərə sistemi, şəbəkə sistemi də qeyd etdim. Bax belə bir televizor yığılıbdır burada. Televizor üçün də işıq xətti çəkilib TV üçün və kondisioner üçün də işıq xətti çəkilib. Genişdir. Otaqlar genişdir, işıqlıdır. Pəncərələrin qarşısı işıqlıdır. Yəni digər bir evin həyətinə baxmır. Öz həyətinə baxır. Yəni arxa pəncərələr də buradır. Bir yataq otağı. Bax belə bir geniş yataq otağı burada. Hamam otağı yerləşir. Aksiyerlər alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər. Burada ikinci bir yataq otağı. Göründüyü kimi pəncərələr də işıqlıdır. Yəni qarşısını heç bir ev kəsmir. Burada isə üçüncü bir yataq otağı. Ümumi dördüncü bir otaq. Qoşadaşla tikilibdir, beton kəmərlidir. Çox gözəl keyfiyyətli tikilisi var. Çox gözəl və zövqlə də təmir olunubdur. Burası isə mətbəxi. Göründüyü kimi də ev tam təmirli vəziyyətdə. Sənədlər də qeyd etdiyim kimi qaydasındadır. Evin də torpağında sənədləri var. Və ipoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Bax, buradan qeyd edim ki, həyətində də trap xətti çəkilibdir və burada da kran üstündə su xətti də çəkilibdir. Evin başlanğıc qiyməti 110 min manat deyilir. Real alıcıya endirim olunacaqdır.